Doktor, qulağımda şiddətli dərəcədə qaşınma var. Hansısa bir vasitə ilə qaşıya bilərəm? Xeyr, heç bir vasitə ilə qulağı qaşımaq olmaz. Onun səbəbi bilinməlidir. Nə səbəbdən qulaq qaşınır? Bəzən görürsən ki, insanlar çox təmizliyə riayət elədikləri üçün, qulaq çöpündən tez-tez istifadə elədikləri üçün, hər gün qulaq kirini təmizlədikləri üçün o qaşınmalar yaranır. Normada qulaq kiri qulağın xarici qulaq keçəcəyinin dərisini nəmləndirir və o nəmlik pozularsa, quruluq əmələ gələrsə, bu da qaşınmaya səbəb olur və hər dəfə biz qaşıdıqca xarici qulaq keçəcəyində olan bakteriyalar, göbələklər aktiv sürətdə orada inkişaf eləməyə mühit yaranır. Qulağa su düşdükdə də bu mühit daha əlverişli olur və bu da xarici otitlərin yaranmasına səbəb olur. Bu da özünü qulaqda ağrı, çeynəmə zamanı ağrılar, qaşınma, eşitmə zəifliyi kimi əlamətlərlə büruzə verir. Ona görə qulağınızı çalışın, qurdalamayasınız, qulaq çöplərindən qurdalamaq olmaz. Su düşdükdə qurutmaq lazımdır, nəm qalmamalıdır xarici qulaq keçəcəyi və əgər qulağınızda ağrı, ondan sonra eşitmə zəifliyi, belə bir şikayətlər varsa, tez bir zamanda həkimə mütəxəssisə müraciət etmək lazımdır.